Salam müəllimlər, axşamınız xeyir olsun. Mən bu gün ümid və sertifikasiya bağça müəllimliyinə hazırlaşanlar üçün məktəbəqədər təhsilin məzmununu müəyyənləşdirən didaktik prinsiplərdən danışacağam. 9 didaktik prinsip var. Bunlardan biri nəticə yönümlülükdür. Nəticə yönümlülük təhsilin məzmununun əvvəlcədən müəyyən olmuş nəticələr əsasında müəyyən edilməsi deməkdir. Yəni, hər bir müəllim nəticə yönümlü olmalıdır. Hər şeyi əvvəlcədən planlaşdırmağı bacarmalıdır. Tutaq ki, məşğələ keçəcək, amma onun iş vərəqi, planı, hamısı evdə qalıbdır. Təbii ki, biz onu nəticə yönümlü müəllim hesab edə bilmərik. Və ya o keçəcəyi bütün mövzuları əvvəlcədən bilməlidir ki, burada hansı nəticələr əldə edəcək. Tutaq ki, o məşğələ keçməlidir, amma o sondakı nəticələri görmür. Təbii ki, belə müəllimi biz nəticə yönümlü müəllim hesab edə bilmərik. Nəticə yönümlü müəllim sonda alınacaq nəticələri əvvəlcədən görməyi bacaran müəllimdir. Biz belə müəllimlərə nəticə yönümlü müəllim deyirik. Keçirik uşaq yönümlü prinsipə. Uşaq yönümlülük təlim-tərbiyə prosesinin bilavasitə uşağın meyli və marağının, təhsil tələbatının ödənilməsinə, istedad potensialının reallaşdırılmasına və inkişafına yönəldilməsidir. Yəni, hər bir uşağın meyli, marağı nəzərə alınmalıdır. Açar söz meyl, maraq, istedad, potensial, yəni müasir dövrdə əsas mərkəzdə dayanan uşaqdır. Təhsil sistemi məhz onun marağına, meylinə uyğun şəkildə təşkil olunmalıdır. Yəni, tərbiyəçi uşağın marağına görə məşğələni təşkil etməlidir. Ənənəvidə, yəni ənənəvi təhsildə əsas mərkəzdə dayanan müəllim idi. Müəllim idarə edirdi, söz haqqı müəllimdə idi. Amma müasir təhsil sistemində, yəni kurikulumda əsas mərkəzdə dayanan uşaqdır və uşağın marağı meyli nəzərə alınır. Metodlar məhz onun marağına uyğun şəkildə seçilir ki, yəni mən bunu seçsəm uşaq üçün maraqlı olar. Açar söz meyl, maraq, potensialdır. Keçid eləyirəm şəxsiyyət yönümlülüyə. Şəxsiyyət yönümlülük uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin formalaşdırılmasıdır. Yəni, hər bir uşağa şəxsiyyət kimi yanaşılmalıdır, hər bir uşağa dəyər verilməlidir. Təbii ki, uşağın şəxsiyyətinə dəyər verilmirsə, şəxsiyyət yönümlülük prinsipi pozulmuş hesab olunur. Keçirik inkişaf yönümlülüyə. Uşaqların idrak fəallığının, təhsil nailiyyətlərinin davamlı təhlili və qiymətləndirməsi yolu ilə onların bilik, bacarıq və vərdişlərinin inkişafının təmin olunmasıdır. Yəni, açar söz təhlildir, qiymətləndirmədir. Əgər müəllim məşğələnin sonunda uşağın nəticəsini təhlil edirsə və qiymətləndirirsə, təbii ki, uşaq inkişaf edir. Növbəti məşğələlər üçün daha həvəslə çalışır. Növbəti məşğələlərin gəlməsini daha sevinclə gözləyir. Çünki uşaq nailiyyəti, yəni qiymətləndirildikdə, onun nəticəsi qiymətləndirildikdə o daha həvəsli olur və onda bir motivasiya yaranır. Əgər uşağın nəticəsi təhlil olunmursa, o qiymətləndirilmirsə, təbii ki, inkişaf yönümlülük prinsipi pozulmuş hesab olunur. Keçirik tələb yönümlülük prinsipinə. Ümumi inkişafla bağlı təhsil proqramının məzmununda fərdin, cəmiyyətin və dövlətin dəyişən tələblərinin nəzərə alınmasıdır. Yəni, açar söz fərddir, cəmiyyətdir, dövlətdir. Yəni, müasir dövrün öz tələbləri var. Yəni, hər bir dövrün öz tələbləri olduğu kimi müasir dövrün də öz tələbləri var. Məsələn, müasir dövr İKT-ni tələb edir. Yəni, hər bir müəllim kompüterlə işləməyi bacarmalıdır. Kompüter proqramlarını bilməyə bacarmalıdır. Əgər bilmirsə, o dövrün tələblərindən ayaqlaşmır. Yəni, onda tələb yönümlü prinsipi inkişaf etməmiş hesab olunur. Daha sonra keçirik varisliyə. Varislik müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramlarının məzmun və mahiyyət etibarilə bir-birini tamamlamasıdır. Yəni, hər bir proqramın məzmunu, hər bir proqram, tutaq ki, 5 yaşındakı uşaq üçün, yəni böyük qrup üçün böyük qrupun proqramı olmalıdır. Kiçik qrup üçün kiçik qrupun proqramı olmalıdır. Məktəbə hazırlıq üçün məktəbə hazırlığın proqramı olmalıdır. Yəni, burada məzmun və mahiyyət etibarı ilə tamamlanma olmalıdır. Varislik, məsələn, biz birdən-birə kiçik materialını böyüyə keçə bilmərik ya da məktəbə hazırlığa keçə bilmərik. Yəni, ardıcıllıq var. Kiçik, orta, böyük, məktəbə hazırlıq, sonra birinci sinif. Biz məktəbə hazırlığa götürüb birinci sinifə materialını keçə bilmərik. Onda, yəni, varislik prinsipi pozulmuş hesab oluna bilər.
Daha sonra keçirik inteqrativliyə. İnteqrativlik təlimin məzmun komponentlərinin əlaqələndirilməsidir. Yəni inteqrasiya ona görə edirik ki, uşaq mövzunu daha yaxşı mənimsəyə bilsin. Məhz ona görə, yəni uşaq mövzunu daha dərindən, daha gözəl şəkildə qavraya bilməsi üçün biz inteqrasiyalardan istifadə edirik. Məsələn, ətraf aləmlə tanışlıq məşğələsini biz musiqi ilə inteqrasiya edə bilərik və ya riyaziyyatı ətraf aləmlə inteqrasiya edə bilərik və ya ətraf aləmlə tanışlığı musiqi ilə inteqrasiya edə bilərik. Bu inteqrasiya uşağın mövzunu daha da dərindən qavramasına, daha da yaxşı başa düşməsinə şərait yaradır. Keçirik Azərbaycançılığa. Azərbaycançılıq uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda fəal vətəndaş mövqeyinin formalaşdırılması, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə hörmət hissinin aşılanması deməkdir. Yəni hər bir uşaq bizim tariximizi bilməlidir, ona dəyər verməlidir, milli adət ənənələrimizi unutmamalıdır, onları hər zaman qorumalıdır və biz də bu sevgini uşaqlara aşılamalıyıq. Məsələn, mən hər zaman Novruz bayramını nümunə gətirirəm ki, biz Novruz bayramında bütün adət ənənələrimizi ortaya qoyuruq. Uşaqlara bu adət ənənələrin necə baş verdiyini, hansı mərhələlərdən keçdiyini izah edirik. İzah etməkdən də əlavə biz bunları bağçada tətbiq edirik. Uşaqlar bilavasitə bunların hamısını görürlər və şahid olurlar. Bu da yəni bizim dəyərlərimizin qorunması və yaşadılması deməkdir. Keçirik dünyəviliyə. Dünyəvilik dünyaya aid olmama, dünya ilə bağlı olmama, dini olmama, dinlə əlaqəsi olmama. Yəni hər bir müəllim bunları qoruyub saxlamalıdır. Çünki bizim təhsil sistemimiz dünyəvi təhsil sistemidir. Yəni bağçada əgər bir müəllim dini təbliğ edərsə, dinlə bağlı hər hansı məşğələlər keçərsə, artıq dünyəvilik prinsipinin dünyəvilik prinsipi pozulmuş hesab oluna bilər. Ona görə yəni bu şeylərə diqqət etmək lazımdır. Bu bizim didaktik prinsiplərimizdir. Yəni sizin də gördüyünüz kimi bizim 9 didaktik prinsipimiz oldu. Amma biz öncəki mövzuda təlimin təşkili prinsiplərini keçmişdik ki, təlimin də 6 təşkili prinsip var. Didaktik prinsip 9 dənədir, təlimin təşkili prinsipi 6 dənədir. Orada hər ikisində ortaq olan nəticə yönümlülük və şəxsiyyət yönümlülükdür. Hər ikisində eyni anlayışı ifadə edir və hər ikisinin ortağı hesab olunur. Bunu da unutmayın. Ümid eləyirəm hər şey sizin üçün aydın oldu. Əgər hər hansı qaranlıq qalan məqam olsa, şərh bölməsinə yazıb soruşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.